müəssisəmizin üzvləri, armikçəklərimiz, ağsaqqallarımız, hər birinizi salamlayıram, hər birinizə xoş gün arzu edirik. Bugün bura bizim üçün əslində yad bir məkan deyil, yad bir tədbir də deyil. Çünki mütəmadi olaraq şəhidimiz Emin İsmayılovun istər şəhadətə qovuşduğu gün olsun, istər onun doğum günü olsun, mütəmadi olaraq şəhidimizin ailəsi xüsusən də belə məkanlarda bu tədbirləri qeyd edir və bura gələn hər kəs də təbii ki, Eminin işığına yığışıbdır. Emin İsmayılov bizim vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gənc şəhidlərimizdən biridir. Emin İsmayılov 2001-ci ildə dünyaya gəlib və 19 yaşında hərbi xidmətə yollanıbdır. 2020-ci ildə vətən müharibəsinin gedişində şəhidlik zirvəsinə ucalıb 19 yaşında. Emin haqqında əslində çox danışmaq olar, mütəmadi olaraq danışılıbdır. Mən hər zaman Emin haqqında danışarkən iki məsələni xüsusi ilə vurğulayıram. Biz ilk dəfə Məlahət anı ilə tanış olanda mən ondan eşidəndə həqiqətən də bu məsələlərdən ikisini də qeyd edəcəm. Bir məsələ xüsusən məni həqiqətən dəhşətə gətirmişdi. Bunlardan biri Emin İsmayılov müharibənin gedişində yaralanır və onun komandiri ona artıq geri çəkilməsini bildirir. Lakin Emin bildirir ki, mənim ayağımdan axan qan kişi qanıdır, torpaq kişi qanı görür. Bizim torpaqlarımız artıq nəhayət 30 ildən sonra işğal dövrü bitir, kişi qanı görür və Emin geri çəkilmir və müharibənin gedişində şəhidlik zirvəsinə ucalır. Mən ilk dəfə Məlahət anadan bir müsahibə alanda orada Güldanda solmuş gül görmüşdüm və Məlahət ana mənə dedi ki, bu gülü Emin əskərliyə, hərbi xidmətə yollanmamışdan əvvəl onun üçün alıb. Gül solmuşdu və bildirdi ki, bu gül solsa belə, ətini itirsə belə, o Emindən bir xatirədir. Mən hələ də Eminin ətini o güllərdən alıram. Hər xatirədən, hər şəkildən, onun paltarlarından hələ də o gülü Məlahət ana qoruyub saxlayır və şəhidlik belə bir mərtəbədir. Üzərindən illər keçsə belə, bəlkə də yeganə bir mərtəbədir ki, şəhidlərin mərtəbəsi üzərindən illər keçsə belə, uzun müddət keçsə belə, şəhidlərimiz unudulmaq əvəzinə daha çox xatırlanır, daha çox yada salınır. Çünki biz ən çox şəhidlərimizə borçluyuq. Əgər bugün bu münaqişə bitibsə, başda təbii ki, ali baş komandar olmaqla bu müharibədə canından, qanından keçən şəhidlərimiz, qazilərimiz, onların sayəsində gələcək nəsillərə artıq qanlı qadalı müharibələr, münaqişələr qalmadı. Artıq yeni nəsil məhz onların sayəsində rahatlıqla bu torpaqlarda alnı açıq, başı uca, diş şəkildə bu azad olunan torpaqlarda gəzəcəklər. Təbii ki, Emin haqqında mən çox danışa bilərəm, amma onun haqqında şəhidimizin anası Məlahət ana qədər heç kim təfərrüatlı, təfsilatlı və ürək dolusu danışa bilməz. Məlahət ana, istəyərdim sizi bir mən bura səhnəyə dəvət edeyim. Buyurun, zəhmət olmasa Məlahət ana, sizin mən ilk öncə öz adımdan, hər kəsin adından sizə böyük təşəkkürümü bildirirəm və bütün şəhid analarına təşəkkürümü bildirirəm ki, məhz yetişdirdiyiniz belə övladların sayəsində bugün bizim torpaqlarımız işğaldan azad olunub. Onlar bugün cənnətlə mükafatlandırıblar, onlar bugün cənnətdədirlər və Eminimizin artıq cənnətdə 5-ci biz mövludunu qeyd edirik. Amma buna baxmayaraq hələ də qeyd edeyim ki, bugün də onlar unudulmur və heç bir zaman unudulmayacaq. Buyurun ana. Çox sağ olun Məram bəy. Mən burada olan hər kəsi salamlayıram. Allah sizlərə uzun ömür, can sağlığı versin. Sizlərə də təşəkkür edirəm ki, hamınız gəldiniz. Fəran, bugün mən kövrəlmək istəmirəm. Bu günləri mən heç kim istəmirəm kövrəlmək. Düzdür, Emin mənim yeganə övladımdır. Gözümün ağı qarası bir övladım idi. Çox əziyyətlərlə mən onu böyütdüm. Özü də çox əziyyətlər çəkdi. Emin anadan olanda qəhrəman olub. Emin anadan olanda igid olmuşdu. Mən bu günlərsi həqiqətən də başım dik dayanmışam. Mən qürurla dururam ki, mən o cür oğul böyütmüşəm. Mən o cür ağıllı, tərbiyəli, qəhrəman oğul böyütmüşəm. Bayaqlarsa xiyabanda bəlkə də siz eşitdiniz, bir şəhid anası da dedi ki, mənim övladım dedi ki, mən 2 nəfərə borçluyam. Bir onun Emin olub, bir də bir nəfər deyib, onun da indi bilmirəm. Yəni Emin elə bir qəhrəman olub ki, nə qədər yaralı çıxardı, nə qədər qazi çıxardı. Bu günlərsə onlar yaşayırlar.
Allah onlara can sağlığı versin. Emin vətəni sevdi, anasını sevmədi, seçmədi. Mən hər zaman deyirdim ki, Emin məni çox istəyir, ailəsini çox istəyir, amma Emin vətəni seçdi. Emin demək, vətəni məndən çox istəyirmiş. Allah bütün şəhidlərin yerin cənnət eləsin. Allah bizlərə səbir versin. Sizlərin də hamısını salamlayıram. Allah sizlərə can sağlığı versin, uzun ömür versin. Allah heç vaxt sizin əlinizi, ayağınızı özünüzə doyunca versin. Sizi öpürəm, bağrıma basıram. Bu günlərsə mən burada kədərli istəmirəm. Bugün sizi xoş dəqiqələr istəyirəm olsun. Allah sizləri var eləsin. Çox sağ olun sizlər gəldiyinizə görə. Sizə də çox təşəkkür ederiz. Çox sağ olun, təşəkkür edirəm. Allah sizləri var eləsin. Allah sizləri qorusun. Hər zaman biz bir dəfə kəlmə zəng eləyən kimi siz bu şəraiti bizə yaradırsınız. Təşəkkür edirəm. Çox sağ olun, var olun. Allah sizlərin hamısını var eləsin. Sizlərə də təşəkkür edirəm ki, bugün gəldiniz. Var olun, öpürəm sizin hamınızı. Çox sağ olun. Mənə bundan gözəl nə ola bilər? Çox sağ ol, var ol, sənə təşəkkür edirəm. Allah səni var eləsin hər zaman. Çox sağ ol. Çox sağ olun, var olun. Əliniz öpülsəldir. Bütün şəhid anların, bax bu indiki bizim anamızın sizə verdiyi hədiyyə özü həm də bir nümunədir ki, şəhid anaları yaşından, şəhid valideynləri yaşından, statusundan, mövqeyindən asılı olmayaraq hər kəsin, yəni tanıdı, tanımadı fərqi yoxdur. Hər kəsin başucalıqdır, hər kəsin anasıdır. Çünki siz bir övlad itirmişsiniz, amma görün nə qədər doğma qazanmışsınız. Siz bizim üçün, hamımız üçün azizsiniz. Məlahət xanım, buyurun. Burada təşəkkür eləyirəm Ruslan müəllimə. Burada təşəkkür eləyirəm Aytən doktora, Günel xanım, Sahibə xanım, İntizar xanım, burada olan Cavid, onun Solmaz bacı, Günel xanım, sizi dedim, Gülər xanım, sizə təşəkkür edirəm, Müqbil bəy, Səbinə xanım, sizin hamınıza, Tofiq müəllim, Firuzə xanım, sizin hamınıza təşəkkür edirəm. Azər müəllim, Xəyal, Kamil müəllim, bəlkə kimsə yadımdan çıxdı, üzrlər, Elvin, mənim Elvinim, mən canımdan çox istədiyim, mənə Emini əvəz eləyən, hər zaman yanımda olan bacım, Allah hamısını qorusun. Mən yenə deyirəm, bugün kövrəlmək istəmirəm. Sizin hamınıza təşəkkür edirəm. Sizi var olun, sizin gələn ayaqlarınıza qurban olun. Doktor, Allah sizi var eləsin. Tutu xanım, Cavidə dedim, Ruslan müəllim, hamısını dedim. Allah sizi var. Ruslan müəllim, hər zaman mənim yanımda olan, hamısını demişəm. Yanan ürəklərimizə su səpən. Allah sizi var eləsin Ruslan müəllim. Öpürəm sizin hamınızı. Var olun. Çox sağ olun Məlahət xanım, çox sağ olun, var olun. Mən adı çəkilən şəxslərə birazdan söz də verəcəm. Mən indi Fərhad müəllimə söz verəcəm, amma bir məqamı xüsusilə qeyd eləmək istəyirəm, yeri gəlmişkən. Məlahət ana burada adlar çəkdi, amma xüsusən Elvinin adını çəkəndə kövrəldi. İnsan yalnız öz doğmasının ona o qədər yaxın olsun ki, onun adını çəkəndə kövrələr. Elvin danışmaq istəmir, amma mən onun haqqında bir neçə kəlmə deyəcəm. Amma istəyirəm gəlsin bura ki, hər kəs Elvini tanısın. Çünki Elvin həqiqətən də tanınmağa layiq bir insandır, tanınmağa layiq bir qardaşdır. Niyə görə? Çünki Elvin Emin Məlahət ananın yeganə övladıdır. Amma Elvin Məlahət anaya sözün əsl mənasında, xüsusən də bu son 5 ildə Emin şəhid olandan sonra, şəhidlik zirvəsinə ucalandan sonra sözün əsl mənasında Elvin Məlahət anaya övladlıq eləyibdir. Mən Elvin haqqında bir neçə kəlmə demək istəyirəm və bunu özümə həqiqətən borc bilirəm. Çünki bunu demək yəni ən azından ədalətlidir. Həm anamızla, həm özüm bir yerdə Məlahət ananı heç vaxt tək qoymamışsın. Xüsusən bir məqam var ki, həm Eminin adını Elvin qoyubdur, Emin İsmailovun. Sözün əsl mənasında ona böyük qardaşlıq eləyibdir, hər zaman onun yanında olubdur. Amma bir məsələ var ki, Emin şəhid olandan sonra təxminən bir aydan çox bir 50 gün civarında, 57 gün Eminin nəşi tapılmamışdı, itkin düşmüşdü. Həmən ərəfədə
Məlahət ana hansı əziyyətləri çəkib, bir Allah bilir, bir də onun ətrafında olanlar və həmən ərəfədə Elvin sözün əsl mənasında o qədər bir deyərdim ki, həqiqətən qəhrəmanlıq göstərmişsən, bir övladlıq eləmişsən. Həmən elə 57 gün ərzində Məlahət ananın dizinin dibindən ayrılmayıb ki, birdən harasa çıxıb gedər, özünə, nə bilim, başına bir iş gətirər, özünə qəsd eləyər, onun yanında olub ki, gözünün qarşısında olsun. O qədər yəni, ona övladlıq eləyib və son 5 il ərzində də Məlahət ana harada olub, Elvin onun yanındadır, ona övladlıq eləyibdir. Bu, hər adamın, insan, biz övladlar tanıyırıq ki, öz valideyninə övladlıq eləmir, amma bunu bu şəkildə, yəni Məlahət anaya sənin belə bir dəstəyin, onun yanında olmağın çox böyük təqdirə şayan bir işdir və mən istəyirəm bir Elvini alqışlayaq. Həqiqətən də bu özü direktor mavini Fərhad müəllimə söz vermək istəyirəm. Çünki bu müəssisədə artıq biz bir neçə dəfə tədbirlər həyata keçirmişik və bu müəssisə bizə doğmadır və burada bizə yaradılan şərait üçün mən həm də bu müəssisənin rəhbərliyinə təşəkkür edirəm və ona görə də özümüzə borc bilirik ki, Fərhad müəllim öz ürək sözlərini desin. Buyurun. Salam, hər vaxtınız xeyir olsun, dəyərli analar, bacılar, qonaqlar, hörmətli ağalarımız. Bugün şəhidimiz Emin İsmayılovun burada gəlib yaxınları, bizim ağaları ziyarət edir. Bu səbəbdən sizə çox böyük təşəkkür edirəm. Şəhidimiz Emin İsmayılov su qovuşan və Kəlbəcərin azad olunması istiqamətində gedən döyüşlərdə şəhadətə ucalmışdır. Şəhidlərin məqamı hər an ucadır. Amma mən bir söz demək istərdim. Məlahət anamızın müsahibələrinin birində belə bir ifadə işlətdi. Mən fəxr edirəm ki, ölümün gözünə dik baxan evlad böyütmüşəm. Mən sizin timsalınızda bütün şəhid analarının qarşısında baş əyirəm. Tək mən yox, bütün Azərbaycan xalqı. Bugün biz bu torpaqlarda başuca gəziriksə, biz onlara borcluyuq. Onların məqamı həqiqətən çox ucadır və onların etdiyi bu torpaq üçün, millət üçün, xalq üçün əvəz edilməzdir. Bir də Allah şəhidlərimizə rəhmət eləsin. Təşəkkür edirik sizə ki, siz şəhidimizin məvluduna görə gəlib bir daha bizim bu ahadlarımızı ziyarət edirsiniz. Çox sağ olun, var olasınız. Çox sağ olun, Fərhad müəllim. Biz də sizə təşəkkür edirik ki, bu müəssisədə bu tədbirin keçirilməsində təşkilatı dəstək göstərmişsiniz. Mən bir söz də verəcəm, ondan sonra bizim əməkdar artistimiz Firuzə xanıma söz verəcəm. Gülər xanım, bizim baş prokurorluğun əməkdaşı buradadır. İstəyərdik siz də ürək sözlərinizi deyəsiniz. Çünki hər zaman istər güc strukturları olsun, istər dövlətimiz hər zaman şəhid ailələrinin yanında olubdur və öz qayğısını, diqqətini heç bir zaman əsirgəməyibdir. Bu baxımdan istəyərik siz də öz ürək sözlərinizi deyəsiniz. Çox sağ olun, təşəkkür edirəm. İlk öncə hər birinizi salamlayıram. Burada toplaşmağımızın səbəbi bizim 44 günlük müharibəmizin şəhidi Emin İsmayılovun cənnətdəki 24-cü doğum günüdür. Bugün biraz həyəcanlıyam, çünki bütün şəhidlər mənim üçün əzizdir, amma Emin mənim doğmamdır. Emin mənim Məlahət anamın oğludur. Mənim qardaşımdır, olmayan qardaşımdır. Bugün ilk öncə bütün anaları, valideynləri salamlayıram. Valideyn haqqı bizim boynumuzda ona görə böyükdür ki, o valideynlər olmasaydı, bizim, bugün mən həmişə demişəm, Azərbaycan Respublikasında, Qarabağımızda duruş gətirə bilməyimiz, qalib ordunun qalib vətəndaşları olmağımız mümkün olmazdı. Bu anaların, ataların sayəsində olub, bizim belə qəhrəman oğullarımız var. Mən ona görə də bütün şəhid analarına, başda mənim Məlahətim deyirəm ona, mənim mələyim, qəhrəman anam, bacım olan Məlahət xanıma deyirəm ki, deyirəm, qalibiyyət nəfəslisən, cənnət məkan qoxulusan, Qarabağın qara rəngi dərdin alıb saçlarına qara rəngli yaylıq salan Azərbaycan qadınsan, Cumhuriyyət avazısan, öpürəm hamınızın. Əllərindən öpürəm, bütün gələnlərim, Allah hörmətiniz artıq olsun. Belə deyirəm də, şəhid analarına olunan hörmətin, kim ki hörmətini tutur, bu hər birimizin borcudur. Amma o borcdan da əlavə mən öz növbəmdə də onların qarşısında baş əyirəm. Buradakı bütün anaların, ataların qarşısında baş əyirəm, hər birinizə ayrı-ayrılıqda öpürəm. Var olun, bütün gələn qonaqlarımıza təşəkkür edirəm. İlk öncə qonaqlarımıza və
bizim vətənin fədai bəstəkarı, Qarabağ müharibəsinin fədai bəstəkarı deyirəm mən ona. 44 günlük müharibənin bütün qəhrəmanlarına, şəhidlərinə təmənnasız olaraq mahnı yazan, musiqi bəstəyən, elə deyim də, qəhrəman döyüşçüsü ilk öncə mən Ruslan müəllimi deyirəm, ona təşəkkür edirəm. Bir daha çox sağ olun, təşəkkür edirəm hər birinizə. Çox sağ olun, Gülər xanım, təşəkkür edirəm. Bizim sevilən sənətkarımız, Azərbaycan Respublikasının əməkdar artisti Firuzə xanım İbadova buradadır. Alqışlarınızla istəyərdik Firuzə xanımı səhnəyə dəvət edeyim. Həm öz fəaliyyəti ilə, mahnıları ilə, ifaları ilə hər zaman həm şəhid ailələrinin yanında olubdur, onlara öz dəstəyini nümayiş etdiribdir və Firuzə xanım illərin sənətkarıdır. Əslində onun haqqında belə təqdimata xüsusi ehtiyacı yoxdur. Buna görə də Firuzə xanıma təşəkkür edirik və həm Firuzə xanım istəyərdik ürək sözlərinizi deyəsiniz, həm də şəhidimiz haqqında mahnınızı ifadə edəsiniz. Buyurun. Teşekkür ederim size. Bu aile çok güzel, müqəddəs bir yerdir burada. Çünkü bizim valideynlerimiz var, bizim böyüklərimiz var. Mən yaşda olan insanlar var. Hər birini salamlayıram və mən Ruslan Səfəroğlu'na doğrudan da bizim Güney xanım dedi, çok sağ ol deyirəm. Çünkü Ruslan Səfəroğlu 3000'e yaxınlaşıb artıq, bəlkə də keçib. Yəni təmənnasız qulluq etmək, bu da Azərbaycanın, mən ona deyərdim, doğrudan da o mənim gözümdə zəfər bəstəkarıdır. Çox gözəl vurguladınız qızım. Çox gözəl bir söz dediniz. O bir ana kimi mənim ürəyimi riqqətə gətirdi. Ruslan Səfəroğlu bilirsiniz, çox təmənna güdməyən bir Azərbaycan övladıdır və şəhidlər də bizim bütün anaların balalarıdır. Tək qurban olun Məlahət xanım, tək sizin bala deyil ki, Emin bala. Emin bala bütün Azərbaycan analarının balasıdır. Çünki bir şəhidlərə görə biz indi ayaq üstə dayana bilirik. Səhnələrdə dururuq, dövlət tədbirləri, bayram konsertləri, bəs bunlar kimin sayəsində oldu? Bax, bu balaların, igidlərin, yerdə qalan insanları Allah qorusun. Bizim Tutu xanımız buradadır, əskərlərimizin bacıları, anası, onların yeməklərinə qədər pişirib, onlarla dağlarda, səngərdə bərabər çalışıb, vuruşub. Yəni, halal olsun. Mən doğrudan da belə insanları görəndə fəxr edirəm, bir sənət adamı görəm. Belə dünyanı gəzmişəm, amma bizim millətdə olan, bizim millətimiz Bəxtiyar Vahabzadə deyirdi, can. Hiç arada yoktu. 7 Respublika geleceğim. Azerbaycan'ın çölü tuğlanı yoktu. Kurban olun Bizden size. yoktu. En güzel insan, en güzel değerli halk. Azerbaycan halkıdır. Ona göre Azerbaycan'a geliyor. Eşk olsun. Azərbaycan xalqı Bəxtiyar Vahabzadə deyirdi. Yəni ona bənzəyir. Vay o gündən odursa, Azərbaycan xalqının qarşısında heç kim dayana bilməz. Mən buranın da rəhbərinə təşəkkür edirəm. Çox dəyərli səliqə səhmana görə. Əlbəttə dövlət başçımız, cənab prezidentimiz, bizim vitse-prezidentimiz, çox dəyərli Mehriban xanım, sağ olsunlar. Leyla xanım sağ olsun. O daim bax, bu insanların yanındadır. Çünki biz onların parçasıyıq, onlar da bizim parçamızdır. Bizim də borcumuzdur. Mən fəxr edirəm bugün. Allah mənə nəsib elədi. Mən Emin balanın mövluduna qatıla bildim. Bu mənim üçün Allah Taala tərəfindən bir hədiyyədir. Öpürəm sizi, təşəkkür edirəm və Ruslan Səfəroğlu, Emin bala.
düşmene pay olmaz dedim. Bütün analar evin içine ağladı. Vatan oğul değil, karalar bağladı. Şehit oldu torpak, vatan yolunda. Onca zirveye uçaldı evim. Ben senden doymadım ki evin bana. Şeklini koymadın ki ay evin bana. Şekline her gece bakıp ağladım. Sen gidenden yatmadın ki ay evin bana. Ben senden doymadım ki ay evin bana. Şeklini koymadım ki ay evin bana. Şekline her gece bakıp ağladım. Sen gidenden yatmadın ki ay evin bana. Emin senin başına taç koydu ana. Şücaet gösterdi, şehliyi seçti. Arzuları, sevgileri onun kurşunu. Hayatını vatana erman etti. Bütün ağlar emin için ağladı. Vatan oğul değil, karalar bağladı. Şehit oldu torpak, vatan yolunda. Onca zirveye uçaldı evim. Bana şeklini koymadı ki ay evim bana. Şekline her gece bakıp ağladım. Sen gidenden yatmadın ki ay evim bana. Ben senden doymadım ki ay evin bana. Şeklini koymadım ki ay evin bana. Şekline her gece bakıp ağladım. Sen gidenden yatmadın ki ay evin bana. Fəxr ki evin kimi, sanki bir aslan kimi, üstü düşmənin yüreğin, gösterdi gücü üleyin. Benim şehidim, benim emin babam, yat mezarında. Ruslan Səfəroğlu. Çok sağ olun ama biraz bu kederli notlardan mecburam sizi de ayırırım. Özüm de ayrılam. Can. Teşekkür ederim. Ayrılmak lazımdı ha? Düzdür, səhlə insanları o aktyorlar şəkildən şəkilə düşən kimi müğənni də biraz onu bacarmalı. Düzdür, mən daxildə elə insan deyiləm. Payız fəsilli insanım. Amma biraz istəyirəm əhval-ruhiyyəmiz şad olsun. Çünki şəhidlər özünü qurban verdi ki, biz yaşayaq, biz azad olaq. Və bir neçə mahnı ilə mən valideynləri rəqsə də istəsələr qatıla bilərlər. Xahiş edirəm.
gelmeyesen gözlerim yaşlı kalan. Dudağına taştı kalan, çıkalı taştı kalan. Korkuram gelmeyesen gözlerim yaşlı kalan. Sevmeme olmaz. Ben gülen gözüm yanlış zaman solmaz. Benim gibi güzel bile sevmeme olmaz. Dağlarda kar sever, ağaçta var severler. Özüne çok güvenler, üstüne yar severler. Dağlarda kar severler, ağaçta var severler. Özüne çok güvenler, üstüne yar severler. Gülen gözüm yanlış zaman solmaz. Benim gibi güzel bile sevmeme olmaz. Ben gülen gözüm yanlış zaman solmaz. Benim gibi güzel bile sevmeme olmaz. Ay maşallah. Karşımızda bir yer vardı, güzellikte ilk bahardı. Masallar gezilmeden söz verip anlattı beni. Baba yar yaman anlattı beni babam söz verip anlattı beni baba yar yaman anlattı beni babam söz verip anlattı beni ya baba. Ay maşallah. Yaylığını aldım ona, ayrılığını ay bana sattım ona. Dedim gel kaytaralım, gelmedi ağlattı beni babam. Yar yaman ağlattı beni babam. Sözleri bağlattı beni ya babam. Yar yaman ağlattı beni babam. Sözleri bağlattı beni ya babam. İster estikler, boş sarıkan şirker. İzmir bana yine, İzmir bana yine, benim dostlar diye güler. İzmir bana yine, İzmir bana yine, benim dostlar diye güler. Mehribalık saadetli, mehribalık saadetli, saadetli yaşana. Ömrü şöyle mehabbet, ömrü şöyle mehabbet, mehabbet yaşana. Ömrü şöyle mehabbet, ömrü şöyle mehabbet, mehabbet yaşana. Biz mehribana yürek, biz mehribana yürek, yani dostlar diye güler. Biz mehribana yürek, biz mehribana yürek, yani dostlar diye güler. Çok sağ olun. Ve sevinəsiz. Çok sağ olun. Teşekkür ederim.
Çox sağ olun Firuzə xanım, çox təşəkkür edirik. Həmişə belə dəyərli olasınız, həmişə bu meydanda, bu səhnədə olasınız. Təşəkkür edirik, çox sağ olun. Burada Ruslan Səfəroğlu haqqında çıxış edən hər kəs öz məlahətlə başda olmaqla hər kəs öz fikrini bildirdi və o qədər də həm yerində, həm layiq olduğu qədər gözəl fikirlər səsləndirdi. Və təbii ki, buradakı bu səslənən fikirlərin hamısını bir yerə cəm eləsək, yenə də Ruslan Səfəroğlunun şəhid ailələrinə olan dəstəyi barədə mənə elə gəlir ki, yenə də az olar nə qədər danışsaq. Çünki artıq bizim Vətən müharibəsinin üzərindən 5 il keçməsinə baxmayaraq, Ruslan Səfəroğlu 5 il az müddət deyil, amma bu müddətdə hələ də Ruslan Səfəroğlu bundan sonra bütün bəstələdiyi mahnıları, səsləndirdiyi ifaları, hər birini demək olar ki, bizim şəhidlərimizə həsr edibdir. Elə bu 5 il ərzində Ruslan Səfəroğlu mütəmadi olaraq şəhid ailələrinin yanında olubdur, şəhid ailələrinə dəstək olubdur. İstənilən formada fərqi yoxdur. Amma bu həqiqətən də 5 il ərzində həm yaradıcılığı müharibədən sonra həm şəhidlərə həsr eləyəsən, həm şəhid ailələrinin bu müddət ərzində, az olmayan bir müddət ərzində əlindən gəldiyi qədər, bacardığı qədər ətrafında olan bütün demək olar şəhid ailələrinə mütəmadi dəstək olasan, onların qayğısını çəkəsən, onların hər birinə övladlıq edəsən, onların hər birinə qardaşlıq edəsən, fərqi yoxdur. Bu həqiqətən də özü böyük bir qəhrəmanlıqdır, böyük bir şücaətdir. Ruslan bəy, mən buna görə ilk olaraq sizə bu dəstəyinizə, bu fəaliyyətinizə görə sizə təşəkkür edirəm. Və siz o qədər həqiqətən də bizim şəhid ailələrinin qayğısını çəkirsiniz ki, artıq belə bir situasiya, belə bir təəssürat formalaşıb ki, siz onların yanında olmalısınız. Sizə Allahdan can sağlıq arz edirəm ki, və Allahdan sizə həmişə belə güc, qüvvət, hər bir formada ən yaxşı şeylər sizinlə bir yerdə olsun ki, siz də hər zaman şəhid ailələrimizin yanında olasınız. Və bu özü də bir nümunədir ki, bütün bizim analarımız da, ağbirçəklərimiz, ağsaqqallarımız da hər bir Ruslan Səfəroğlunun xətrini çox istəyir. Sizin haqqınızda biz danışsaq bura vaxt yetməz Ruslan bəy. Ona görə də mən istəyərdim, siz də öz təəssüratlarınızı, ürək sözlərinizi deyəsiniz. Sonra da sizin ifalarınızı eşitək. Buyurun. Çox sağ olun. Mən də hər kəsi salamlayıram. Təbii ki, başda şəhid analarını salamlayıram. Məlahət ananı salamlayıram. Onun əllərindən öpürəm. Bugün Eminimizin doğum günüdür. Cənnətdəki doğum günü. Allah ruhunu şad eləsin. Bizim burada Ramidimizin anası əyləşib. Allah ruhunu şad eləsin. Arazımızın anası. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Allah burada oturan ata-analara da kömək olsun. Allah onlara ömür versin, sağlam ömür versin. Çox təşəkkür edirəm və istəyərdim mən hər il Eminin doğum günü onun üçün mahnı yazıram. Və bu il də belə yazmışam. İcazənizlə Emin üçün mahnı ifa edərdik və ardıca ana mahnısı ifa edərik. Çox sağ olun. Bugün ad günündür balam, təbrikə gəliblər səni. Sen şehitsen ölmedin balam, ruhun yaşadır eminim benim. Ağlama anam, ben varam, cennetteyim inan bana. Ağlama anam, ağlama. Ne olar anamı tek koymaya, anamın kimsesi yoktur. Ağlamadan gözler
Şehitler ölmez bilirsiniz, her yerde bilirsiniz. Şehitler kahramandır, her biriniz onları sevirsiniz. Ağlamam, ben varamam, cennette yayram ben. Ağlamam, ağlamam. Ne olar anamı tek koymayın, anamın kimsesi yoktur. Ağlamadan gözleri soldu, bir oğlu vardı şehit oldu. Ne olar anamı tek koymayın, anamın kimsesi yoktur. Ağlamadan gözleri soldu, bir oğlu emin şehit oldu. Siz vətən yolunda şəhid oldunuz, torpaqlarımızı azad etdiniz, qəhrəman qardaşlarım. Ruhunuz şad olsun, biz sizi heç unutmadıq və heç unutmarıq. Şəhidlər ölməz. Qardaşlarımızı dünyaya gətirən analardır. Hər birinizin əllərindən öpürəm. Dünyadan köçən analara Allah rəhmət eləsin. Analar bizim baş tacımızdır. Başda məlahətən olmaq şərti ilə bütün şəhid analar olmaq şərti. Çox sağ olun. Cennetim selam, benim anam, sana kurban, canım anam. Sen nasılsa ben de varım, gülüşüne kurban, canım anam. Canımla can katanam, sen varsan sen de varım. Sen yaşa ki yaşatmayı, ben seninle ihtiyarım var. Onu ben saçam, aynasına sevgi katan, yüreğime sevinç olan. Allah'ımdan payına, cennetim sen, benim anam, sana kurban, canım anam. Sen varsansa ben de varım, gümüşüne kurban, canım anam. Cennetim sen, benim anam, sana kurban, canım anam. Sen varsansa ben de varım, gümüşüne kurban, canım anam. Öpüm senin ellerini, sen duanla yaşat beni. Gelip taran saçlarımı, uşağıma apar beni. Sensiz kalır yüreğim, yüzün nurlu olan benim. Saadetin xoşbəxtliğim, sevincime sevinen anam. Cennetim sen, benim anam, sana kurban, canım anam.
sənə qurban canım anam. Sən varsan sağ həyat var, gülüşünə qurban mənim anam. Cənnətimsən mənim anam, sənə qurban canım anam. Sən varsan sağ məndə qalam, gülüşünə qurban canım anam. Hər birinizin əllərindən öpürəm, əziz analar, var olun. Canan, Allah arazılığını şad eləsin, var olun. Bir daha təşəkkür edirik sizə. Bizim müəssisəmizin üzvü anamız Zəminə Qarabağlı anamız buradadır. Bizim anamız şəhidlərimiz haqqında şeir yazıb, onu səsləndirmək istəyir. Amma alqışlarımızdan sonra Zəminə anamızı alqışlayaq və həm öz ürək sözlərində desin, həm də şəhidlərimiz haqqında yazdığı şeiri səsləndirsin. Buyurun. Əziz şəhid anaları, eləcə də qonaqlar, xoş gəlmişsiniz. Mən şəhidlər haqqında şeir yazmışam. Məlahət xanım, əziz Məlahət xanım. Məlahət xanım, Eminin dilindən deyirəm. Sənin oğlun Eminin dilindən, eləcə də bütün şəhidlərimizin dilindən. İsmətin dilindən deyirəm. Ay ana, əlvida deyib, ayrılıram bugün sizdən. Halallıq, gedər ölür, ayrılıram bugün sizdən. Hani insan oldu ölər, elə ruhum qonaq gələr. Qoyub kökdə xatirələr, ayrılıram bugün səndən. Bu dünyada düşdüm peri, tanınmaz dərdimə şərik. Yuxularda görüşərik, ayrılıram bugün səndən. Vətən uğrunda şəhid oldum, fəxr elə, ay ana, ayrılıram bugün səndən. Yaşasın ordumun hər bir əskəri, qazilər gözümdür, şəhidlər canım. Dəmir yumruğu ilə zəfər qazandı, var olsun müzəffər baş komandamız. Bütün şəhid analara Allah qəri-qəri rəhmət eylesin, qazilərimizə səbir diləyirəm. Çox sağ olun Zəminə ana, Allah sizi var eləsin. Yazan əlləriniz, keçən bu misraların keçdiyi ürəyiniz, səsləndirən diliniz var olsun. Çox sağ olun, təşəkkür edirik sizə, minnətdaram. İstəyirsiniz, gəlin sizimə. Bir zirvədir. Hər kəs, istənilən insan, bayaq da qeyd etdiyim kimi, bizim şəhidlərimizi artıq onlar şəhid olandan sonra bir valideynin övladı deyirlər, bir qardaşın, bir bacının qardaşı deyirlər. Onlar artıq bütün xalqın, bütün insanların doğmasıdır, əzizidir. Bugün necə ki, bizim anamız şəhidlərimizə gözünün nuru ilə, əlinin əməyi ilə yazdığı bu şeir də bir daha onu sübut edir. Mən bütün şəhid analarına təşəkkür edirəm, onların əllərindən öpürəm ki, belə bir övlad yetişdiriblər və yetişdirdiyi bu övladda öz şəhadətləri ilə həm də bütün bir xalqın qəlbini fəth ediblər. Bütün bir xalqın istər yaradıcılığını üzə çıxardırlar, istər fəaliyyətlərini, bütün fərqi yoxdur, içindən keçən hissləri, o kövrə hissləri oyadırlar. Çox sağ olsun bizim şəhid analarımız. Hər birinə mən sonsuz təşəkkür edirəm və alqışlarımızla bir daha biz şəhid analarını alqışlayaq, onların qarşısında baş əyirik. Sağ olsunlar bizim şəhid analarımız, valideynlərimiz. Mən bütün üzvlərini istəyərdik ki, rəqsə dəvət edək. Biraz bu qəmli notlardan çıxaq, onların ürəyini xoş edək, kövrə hisslərini biraz nikbin notlara kökləyək. Hər birini rəqsə dəvət edirik.
şəhərimizin sakinləri olan analarımız maşallah, əksəriyyəti yaradıcılıqla məşğul olur. Bizim Zemfir anamız da şeir səsləndirmək istəyir. Öz dəftərini də götürüb gəlib sağ olsun. Buyurun. Qonaq gəlib bizlərə bugün şəhid anası, qazi anası, şəhid anası, can verdin balana, canından can verdin vətənə. Heç vaxt ağlama şəhid anası, torpaqları qoruyub hər an onlar, ana bacıya arxadır bizə. Qazi qardaşını qoruyur eli, baxın yoxdur onun bir qolu, biri də tutur onun qolundan, deyir gəl yallı oynayaq burada, düşmən orada yansın, kül olsun, bizim canımız burada sağ olsun. Torpağı qoruyub hər an durmuşuq, düşmənlə hər an biz vuruşmuşuq. Baş komandan əmr verəndə hamı irəli gedirdi hər an. Bizim igidlər canını qoydu, kimsə qazi oldu, kimisə şəhid. Canların qoydular vətən yolunda, şəhid anası ağlama belə, bil ki sənin oğlun yaşayır hələ. Bizim şəhidlər, bizim qazilər yaşayacaqlar ürəklərdə hər an. Torpağımızı qoruyur onlar, bizləri yaşatdılar hər an inan. Sağ olsun baş komandan, yaşasın xalqın, yaşasın Azərbaycan. Çox sağ olun, çox sağ olun. Təşəkkür edirik sizə. Həqiqətən də elə bir mövzudur ki, bizim vətənpərvərlik mövzusu, nə qədər bu barədə biz yaradıcılıq nümunəsi ərsəyə gətirsək də heç bir zaman tükənməz. Bu özü də bir daha bunu sübut edir. Biz çox təşəkkür edirik ki, bizim analarımız da vətənpərvərlik ruhunda şeirlər yazırlar, şəhidlərimizi unutmurlar. Hər birinə çox təşəkkür edirik. Alqışlarımızla bu təşəkkürü biz bir daha qeyd edirik. Çox sağ olun, minnətdarıq sizə, var olun. Bəli, bu günlərin bizim xalqın əziz oğlu, gözəl anamızın balası doğum günüdür. Biz onu həm fəxrlə, həm də göz yaşı ilə anırıq. Bu anlar yaşamaq bizə nəsib olmuşdur. Mən özüm də evlad itirmişəm. Mən anlayıram hər bir evladı itirən analar üçün bu heç dözülməz bir dərd, bir ağrıdır. Allah dünyamızda hiçbir kəsə evlad ağrısı, evlad dərdi, evlad xəstəsi verməsin. İlahi, şükür sənin bu gününə. Bu günümüzə ki, şükür ki, mənim də Sabuhi adlı bir balamız boşanda oktyabrın birində dəfn oldu. Anasının ürəyi partladı, dekabrın 6-sında anası dəfn olundu. Allah ona görə deyirəm, heç bir analara, heç bir bacılara evlad dərdi, atanın qəddinə əyməsin evlad dərdi. Bəli, bu günləri biz onların sayəsində, qazilərimizin, şəhidlərimizin sayəsində alnı açıq, üzü ağ, bütün dövlətlərdə səs salmışıq. Qəhrəman bir dövlət kimi ad qoyub, sərkərdələr yaratmışıq. Bəli, bu qəhrəmanları dünyaya gətirən analar özləri qəhrəman olublar. Qəhrəman olublar ki, elə qəhrəman evladlar böyüdüblər. Mənim qəhrəman balam Azərbaycan xalqının deyirəm gözəl bir evladı. Bu ilin dağı, daşı, ana bacıların parmağındakı üzük daş qaşı, Azərbaycan xalqının böyük qardaşı, İlham balam, sərkərdəm, Azərbaycan xalqını, indi Macaristandasan oğlum, sənin hər bir qəddin, hər bir addamın şəhidlərinlə bərabər həmişə ucalsın, dünyaya səs salsın. Alqış Azərbaycanıma, alqış xalqıma, alqış şəhid analarına, qəhrəman analarımız. Elimiz var olsun həyatımız, var olsun dövlətimiz. Görün nə gözəl məkanda yaşayırıq. Axı bunun əziyyəti, zəhməti vardır. Heç vaxtı, heç kəsin əziyyətini itirməyə haqqı çatmır. Bu haqsızlıq bizə yaraşmır. Dövlətlər gəzmişəm, ellər gəzmişəm. Ancaq mənim dövlətimdən, mən xalqımdan əziz bir xalq yoxdur. Yenə də alqış bizim xalqa, alqış bizim millətə, alqış mehriban kimi başına kəlağay bağlayıb bütün məscidləri gəzən, ana bacılarımıza öyüd, nəsiyyət yol göstərən,
gözəl xanımlar xanımı, yaxşı evlat böyütmüsən deyirəm Mehribanım. Leyla kimi, Arzu kimi balaların, bəli, mənim gözümə 50 minə yaxın fonddan pul keçirirdi Heydər Əli fondundan. Mən indi gözümün ışığı sayəsində sizi görürəm. Mən deyirəm, ilahi, görən gözlər həmişə var olsun. Ona görə deyirəm, Mehribanım, Əminə xanım da qəhrəman bir evlat kimi Azərbaycana gəlmişdi. Azərbaycan bayrağını Əminə xanım Əliyeva hər yerdə dalgalandırır. Bu dalgalan bayrağımıza, bu cür cəfakeş xalqımıza yenə də deyirəm, analar, sizə eşq olsun. Fəxr edirəm ki, mən belə bir xalqın evladıyam. Yaşasın Azərbaycan. Ay baba. Çox sağ olun, çox təşəkkür ederim. Biz tədbirimiz davam edir. Mən istəyərdim yenə də bizim şöhrət qəbri, həssas qəbri bizim müəssisəmizin sakinlərini yerdə rəqsədə dəvət edək. Ondan sonra yenə də tədbirimiz öz axarı ilə davam edəcək.
mən çox istəyərdim. Kamil müəllim buradadır. Kamil müəllim bizim peşəkar illərin jurnalisti. Niyə görə Kamil müəllimi qeyd eləmək istəyirəm? Çünki Kamil müəllim də hər zaman öz fəaliyyəti ilə tək Bakı ilə məhdudlaşmır. Hətta bizim bölgələrimizdə belə hər zaman şəhid ailələrinin yanında olur. Şəhidlərimizin şəhidlik dövrünü, şəhidlik, o necə şəhid oldular, o prosesi, yəni onların həyat və fəaliyyətlərini hər zaman öz qələmi ilə işıqlandırır. Buna görə çox sağ olun Kamil müəllim. Hər zaman biz Emin də daxil olmaqla əksər şəhidlərimizin tədbirlərində sizi görürük, iştirak edirsiniz və əlinizdən gəldiyi qədər onları tanıtmağa çalışırsınız. Təbii ki, sizin də söz demək haqqınız var. Söz üçün çox təşəkkür edirəm əziz həmkarım Rəhim bəy. Biz həmkarlıq, həm də Facebook üzərindən tanışırıq. Tədbirlərdə, yəni bundan öncə başqa tədbirlərdə biz dəfələrlə bir araya gəlmişik. Bugün də çox şadam ki, yəni artıq ikinci dəfədir. Səhv edirəm ki, Eminin tədbirində biz bir yerdə iştirak edirik. Yenə də sizə minnətdarlığımı bildirirəm. Mən ilk öncə minnətdarlığımı şəhidlərimizə, başda da 19 yaşında vətən uğrunda canını fəda edən Emin balamızın ruhu qarşısında baş əyirəm. Onlara təşəkkürümü bildirirəm, onlara minnətdarlığımı bildirirəm. Hər zaman şəhid analar, xüsusən də Məlahət ana çox həddindən artıq, yəni təvazökar anadır və hər zaman minnətdarlığını bildirir. Bəzən də həddindən artıq minnətdarlığını bildirir. Mən onda deyirəm ki, ana, bu qədər mənə minnətdarlıq bildirəcəksinizsə, onda mən artıq sizin telefonunuzu bloka qoyacağım. Çünki həqiqətən də şəhid anası kənar insana minnətdarlıq, sağ ol, təşəkkür bildirəndə mən şəxsən özüm utanıram. Çünki hər zaman demişəm ki, o təşəkkürün, minnətdarlığın, sağ olun ünvanı birincisi başda Emin balamız olmağa, cəmi şəhidlərimiz, bütün şəhidlərimizə, 88-ci ildən bu yana olan şəhidlərimizə, eyni zamanda onları dünyaya gətirən, onlara dəyər verən, onların adına xələl gətirməyən valideynlərdir, qazilərimizdir, qazilərimizə dəyər verən valideynlərdir. Bizlərə, yəni bilirsiniz, borcumuzdur. Yəni bu şəhidlərimizə, şəhid ailələrinə borcumuz heç zaman, yenə deyirəm, şəhidinə dəyər verən şəhid ailələrinə, qazisinə dəyər verən ailələrə borcumuz heç zaman tükənməz. Ümumiyyətlə, yəni şəhidə heç zaman yəni bizim borcumuz tükənməyəcək. Ona görə də bu günləri Emin balamızın mövlududur, cənnətdəki 5-ci günüdür, doğum günüdür. Bugün onun 24 yaşı tamam olur. Yaşasaydı 24 yaşı tamam olacaq. Zaten bu yaşayır. Bəlkə də ölülər bizlərik. Çünki şəhidlər Allah qatında yaşayırlar. Burada da var ki, şəhidlərə ölü deməzlər. Mən ona görə bir daha Emin balamıza ruhu qarşısında baş əyirəm. Balam, övladım, ruhun şad, məqamın uca, məkanın cənnətli olsun. Mən Məlahət anamıza, onun mənəvi anası, bəlkə də Azərbaycanda çox xalalar görmüşəm. 2-3 xalı həqiqətən də o hər zaman təkcə özünü demir, tək gözünün ağları deyir ki, hətta kaş Emin yaşayaydı, amma mən və Elmin dünyadan ona qurban olardı. Yəni bunu sözü demək, yəni həqiqət, əlbəttə ki, heç kəs, bəlkə də insan özünə deyə bilər, amma övladına o sözü deməz. Amma yəni deyirəm ki, mən hər zaman onda yazıram ki, o həm də ana yarısıdır. Mən Sucad anamın qarşısında baş əyirəm, Məlahət anamın qarşısında baş əyirəm, Elvinimizin mənəvi qardaşı, qardaş əvəzi Emin balamızın qarşısında baş əyirəm. Buradakı bütün anaların, ataların qarşısında baş əyirəm. Allah hər birinizə səbir gözü versin. Məlahət ana, Allah o gözəl balanızın torpağı sanı sizə ömür, gözüm, səbir versin. Heç zaman mən analara arzu eləmiş, ana, sormaz ana, siz buradasınız, Fərqiyə ana, buradasınız. Yəni, heç zaman ölüm arzulamayın. Ən qorxduğum söz anaların, ataların özünə, yəni şəhidinə dəyər verənlərdə özünə ölüm arzulamalıdır. Çünki şəhidi yaşadan göydə Allahdır, yerdə onun valideynlərdir. Bu günləri əgər Məlahət ana, Sucad ana, Sormaz ana, Fərqiyə ana olmasaydı, vallahi biz bir gün, 3 gün belə gəlib bu tədbirlərdə iştirak edib, çəkiləcəkdik. Ona görə də Allah sizə yaşadığınızda da artıq ömür versin. Yaşayın ki, onlar da yaşadın. Əziz həmkarım, çox sağ olun, təşəkkür edirəm, biraz artıqdır. Var olan Allah sizləri var etsin. Çox sağ olun Kamil müəllim. Heç də artıq danışmadır. Sizin bu göstərdiyiniz fəaliyyətin yanında, həmişə şəhid analarımızın, valideynlərin yanında olmuşsunuz. Öz fəaliyyətinizi artıq istiqamətini böyük ölçüdə şəhidlərimizə həsr eləmişsiniz və danışdığınız bunun yanında çox qısaydı. Çox sağ olun. Bütün yollarda olmuşam. Dünən 4 tədbirdə gecə saat 12-nin yarısında mən qüvvət versin ki, bu yolu davam etdirsiniz. Minnətdarım sizə. Çox sağ olun, çox sağ olun. Təşəkkür edirəm.
Kamil müəllim çox qəşəng bir ifadə işlətdi ki, o təşəkkür məsələsi ilə bağlı həqiqətən də bizim bu şəhid analarının, şəhid valideynlərinin bizə heç bir təşəkkür borcu yoxdur. Biz nə qədər təşəkkür eləsək də yenə də azdır. Çox təşəkkür edirəm və Kamil müəllim bir ifadə də işlətdi orada ki, hər bunu belə deyək, şəhidin yaxınları, xalası oğlu bu ifadəni işlətmir ki, kaş ki, mən ona qurban olardım. Mən elə çıxışıma başlayanda da bunu xüsusilə vurğuladım ki, həqiqətən də Elvinlə Sücayət ana heç vaxt Məlahət ananı tək qoymadılar. Həmişə onun yanında oldular. Bu özü böyük, sözün əsl mənasında böyük bir şücaət, qəhrəmanlıq, tələbkarlıq tələb edir ki, çünki itki elə bir ağır bir şeydir ki, ona dözmək çox çətin olur. Mütləq ki, o itkini hər zaman gərək sən ikinci planda qoyasan ki, hər zaman onu itkini deyil, yaxşı şeyləri xatırlayasan və Sücayət ana ilə Elvin həqiqətən də bu Məlahət ananın hər zaman yanında oldu. Elə biz Ruslan qardaşımız da, Ruslan bəy də oradadır, onu da yəni artıq nə qədər bizim Zemfir anamız yenə bir şeir səsləndirmək istəyir. Onun şeirindən sonra bizim sevilən ifaçımız həmişə vətənpərvərlik mahnıları ilə izləyicilərinin qəlbində xüsusi yer tapan Nurlan Ordubahdı buradadır. Bizim anamız öz şeirini bitirəndən sonra mən söz verəcəm ki, Nurlan bəy də öz ifaları ilə öz izləyicilərini salamlasın. Buyurun. Müstəqilik biz. Neçə əsrlər gəlib keçir ömürdən, indi müstəqilik biz. Heydər ata bugünü bizə bəxşiş elədi. İndi onun davamçısı İlham bizi qoruyur. Rahat yat Heydər ata. Biz Qarabağı almışıq, düşmənə od vurmuşuq. Bayrağımız Şuşada dalğalanacaq hər an. Azad müstəqil ölkə indi bizim ölkədir. Yaşasın Heydər ata. Yaşasın İlham Heydəroğlu. Xalqım Azərbaycan yaşasın. Çox sağ olun, çox sağ olun. Çox təşəkkür edirəm. Həqiqətən də anamız çox, yəni belə analarımız nümunədir həqiqətən də. Yəni öz vətən sevgiləri ilə, öz vətənpərvərlik ruhunda bu hissləri ilə, bu fikirləri ilə çox təşəkkür edirik. Və Nurlan bəyə mən alqışlarınızla söz vermək istəyirəm. Nurlan bəy də qeyd etdiyim kimi artıq son 5 ildə onun biz ümumiyyətlə son 5 ildə ifadəsində mən bir düzəliş edeyim. Çünki biz Nurlan bəy ümumiyyətlə bu vətənpərvərlik ifaları ilə, mahnıları ilə tanımışıq və izləyicilər onu bu ifaları ilə seviblər, tanıyıblar və buna görə də yəni hər belə deyək biz ifaçının, hər bəstəkarın yaradıcılığında mühüm yer tutmayan məqamdır ki, yəni bütün yaradıcılığı artıq son illərdə sən məhz bir istiqamətə, vətənpərvərlik ruhunda şəhidlərimizə həsr eləyəsən. Buna görə də sizə təşəkkür edirik. Nurlan bəy, buyurun, söz sizdədir. Sağ ol qardaş, var olasın. Allah sizi qorusun, ana. Şəhidlərimizin ruhu şad olsun. Hər an həyata baxış açısı bir cürdür. Amma mənim üçün bu tədbir çox böyük bir tədbirdir. Ustam, Allah səni qorusun. Allah şəhid analarına səbir versin. Allah ölkə başçısını qorusun, başımız hər zaman uca olsun. Bax, hər zaman, mən hər zaman deyirəm ki, biz ömrümüzün yarısını qürbət elə vermişik. Bax, bu kişilərin, bu ciddilərin sayəsində başımız dişdi və yaşa Azərbaycan deyirik, yaşasın Azərbaycan deyirik. Allah sizlər qorusun, var olasın. Biz şanlı ordumuzun rəşadətinə inanıyıq. Döyüşən hər əskərin cəsarətinə inanıyıq. Ali baş komandanın siyasətinə inanıyıq. Düşmanı yaman saldı çaş başa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. İki dövlət, bir millət, heç sual sorğusu yox. Nasıl bir dövlətinsə bizim kimi ordusu yox. Neçə dövlət yığılıb gəlsə yenə qorxusu yox. Küləyin söküyürdü qardaşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şuar
var, yaşa Azerbaycan, yaşa Azerbaycan. Seni dünya tanıdı bir başa Azerbaycan, yaşa Azerbaycan. Sevmediğim Azerbaycan vatan övladlarını, çeşiğinde göre her an vatan övladlarını. Vatan uğrunda veren can vatan övladlarını, kızıl herifle yazır yaddaşa Azerbaycan, yaşa Azerbaycan. Dilimizde bir şuar var, yaşa Azerbaycan, yaşa Azerbaycan. Seni dünya tanıdı bir başa Azerbaycan, yaşa Azerbaycan. Dilimizde bir şuar var, yaşa Azerbaycan, yaşa Azerbaycan. Seni dünya tanıdı bir başa Azerbaycan, yaşa Azerbaycan. İlhamla ileriye gedirik, sevirik biz vətəni. Sabaha ömrümlə baxırıq, unutmuruq dünəni. Sən özün fikirləş ki, kimsən axı ayır məni. Səni saldı necə dağdan daşa Azərbaycan, yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan, yaşa Azərbaycan. Səni dünya tanıdı bir başa Azərbaycan, yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azerbaycan, yaşa Azerbaycan. Seni dünya tanıdı bir başa Azerbaycan, yaşa Azerbaycan. Bu 30 il bizə vermiş elə işgəncə zülüm. 30 ildə itilib ətrini xarı bülbülüm. Budur məqsəd və amal, ya Qarabağ ya da ölüm. Bir dənə gülləsin atmır boşa Azərbaycan, yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan, yaşa Azərbaycan. Səni dünya tanıdı bir başa Azərbaycan, yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan, yaşa Azərbaycan. Səni dünya tanıdı bir başa Azərbaycan, yaşa Azərbaycan. Sen yalanlar istəyi, həqiqətlər axtardın. Hansı ki həqiqətlər içində hər vaxt vardın. Nə gözəlir bu faiz torpağını qaydardın. Sən bütövlüklə gəlirsən xoşa Azərbaycan, yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan, yaşa Azərbaycan. Səni dünya tanıdı bir başa Azərbaycan, yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan, yaşa Azərbaycan. Səni dünya tanıdı bir başa Azərbaycan, yaşa Azərbaycan. Allah sizləri qorusun, Allah sizləri var eləsin. Məlahət ana, Allah sənin ömrə ömür qatsın. Sənin bir bala, biz indi burada qulaq asalmalıdır. Gider babamızdan ulu tarixdə yar. Xalqımız həmişə cənab prezidentə arxalanır. Mekanın sahibi gəldi yurda, bizi indi burada. Mekanın sahibi gəldi yurda, bizi indi burada. Gelin deyin şərəfdən orada burada, bizi indi burada. Bizimdir Qarabağda Səngəzurda, bizi indi burada. Gelin deyin şərəfdən
Söylesiniz Zafer Azərbaycanın olsun. Allah şəhidlər. Sevilen ifaçılarımız yine öz ifalarını davam edəcəklər. Babək Şuşalı buradadır. Birazdan ona da söz verəcəm, öz ifasını səsləndirsin. Amma bizim müəssisəmizin daha bir sakini Xanlar dayı. Öz Bəli, mən də bu günləri sizin hamınızı salamlayıram. Şəhid analarına səbir diləyirəm. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan bir təcili yardımın sürücüsü olmuşam. Mən birinci Qarabağ müharibəsində. Acizə bir kəlmə, məsəl üçün, Laçında mənim başıma gələn hadisədən danışsam, çox yaralılar, çox şəhidlər daşımışıq, yerinə çatdırmışıq. Başımıza olmayan oyunlar gəlibdir. Birinci Qarabağ müharibəsində, mənim özümün şəxsən. Bəli, mən də təsəlli kimi deyəcəm bunu, şəhid analarına, bəli, onların oğlanları, onların balaları bizi başı uca elərdilər. Bizim başımızı, biz birinci müharibədə udursaq da, onlar gəldilər bizim, bəli, yerimizə bizdən əvəz olaraq onlar çox dedikcə özlərin yaxşı apardılar və qələbə çaldılar. Mən də necə bir Qarabağ müharibəsi iştirakçısı kimi birinci Qarabağ müharibəsi qalıb, əlbəttə. Şəhidlərimizə rəhmət oxuyuram. Qazilərimizə can sağlığı deyirəm. Əskərlərimizə, hal-hazırda bizi qoruyan əskərlərimizə Allah qorusun. Bəli, yenə də deyirəm, şəhid analarımıza səbir diləyirəm. Allah şəhidlərimizə rəhmət etsin. Qazilərimiz də can sağlığı ilə yaşasınlar. Sağ olun. Çox sağ olun, Xanlar da təşəkkür edirik. Təbii ki, bizim bütün qazilərimiz, birinci Qarabağ müharibəsi, ikinci Qarabağ müharibəsi, aprel döyüşləri, fərqi yoxdur. Hər biri bizim göz bəbəyimizdir, hər biri bizim başımızın tacıdır. Hər birinizə təşəkkür edirik. Mən burada bizim Cavid bəy iştirak edir. Cavid bəy bütün Eminin bütün tədbirlərində, eləcə də digər şəhidlərimizin bütün tədbirlərində iştirak edir. Mən Cavid bəyi necə tanımışam? Cavid bəy yaxın gələrdi zəhmət olmasa, mən bu bir neçə fikri mütləq onun haqqında bildirməliyəm həqiqətən. Mən Cavid bəy 1992-ci ildə, 92-94-cü illər bu ərəfədə, yəni birinci Qarabağ müharibəsində, döyüşlərin birində əsir düşür və Şuşa həbsxanasında 2 il əsiri həyatı yaşayır və daha sonra Ulu Öndər Ümumi Lider Heydər Əliyevin sayəsində təbii ki, əsirlikdən xilas olur. Mən Cavid bəyi necə tanıdım? Cavid bəyi mən sözün əsl mənasında Ədalət Məhkəməsində tanıdım. Cavid bəy Şuşa həbsxanasında olarkən ona işgəncə verən, sözün əsl mənasında işgəncə verən, hətta gözünün zədələnməsi ilə nəticələnəcək işgəncələr verən, xüsusən də 2 erməni vandalı öz layiqli cəzalarını aldılar Vətən müharibəsinin gedişində və indi də onlar Azərbaycan həbsxanalarında layiqli cəzalarını çəkirlər və mən Cavid bəy Azərbaycanın Ədalət Məhkəməsinin qarşısında onlardan üzbəüz dayanmışdı. Vaxtı ilə Cavidə işgəncə verənlər bugün onun qarşısında boynu bükük dayanmışdılar. Azərbaycanın Ədalət Məhkəməsinin qarşısında boynu bükük dayanmışdılar. Və bu amil təkcə o vandallarla Cavid bəyin üz-üzə dayanması deyildi. Bu həm də Azərbaycanın zəfərinin təntənəsi idi. Bu həm də Azərbaycanın qələbəsi idi. Bu çox təsirli bir hadisə idi və Cavid bəy həm də öz mahir qarmon ifaçısıdır, həm də özünün ifa etdiyi mahnılar var. O mahnını da mən ilk dəfə harda eşitmişdim. Şuşa Vətən müharibəsindən sonra, Şuşa işğaldan azad olunandan sonra Şuşa həbsxanasının qarşısında Cavid bəy bu dəfə o Şuşa həbsxanasına əsir kimi qayıtmamışdı. Bu dəfə alnı açıq, başı dik, qürur və iftixar hissi ilə azad olunan torpağın qarşısında, tarixə qovuşan Şuşa həbsxanasının qarşısında Ay Vətən oğlu mahnısını səsləndirirdi. Bu özü həqiqətən də düşmənə göz dağı olan bir səhnə idi. Və təbii ki, biz bax belə insanların, qazilərimizin sayəsində, şəhidlərimizin sayəsində bugün bu torpaqlarda başı dik, alnı açıq gəzirik. Və mən Cavid bəy sizə söz vermək istəyirəm, öz təəssüratlarınızı bölüşün, sonra da o Ay Vətən oğlu mahnısını səsləndirin. Buyurun. Çox sağ olun mənə söz verdiyinizə görə. Mən ilk öncə burada oturan bütün şəhidlərin qarşısında baş əyirəm. Və Allahdan bütün şəhidlərimizin məkanının cənnət, məqamların uca olmasını arzulayırıq. Şəhidlərimizə salam olsun deyirik. Və bugün
44 günlük Vətən müharibəsinin qəhrəman şəhidi Kiçik Çavuş Emin İsmailovun bugünkü Qozalar evində bu cür tədbirin təşkil olunmasında yaxınlıq göstərdiyinə görə Bilgi Qozalar evinin rəhbərliyinə özlərinin təşəkkürümü bildirirəm. Və Ruslan qardaşıma özlərinin təşəkkürümüzü bildirir ki, Melahat Hanıya, Suzanıya təşəkkürümüzü bildirir ki, bugün bizi də bu məclisə dəvət edirsiniz. Allah təala bir daha şəhidlərimizin məkanını cənnət, məqamlarını sayı etsin. Buyurun. Karabandı düşman at oynadı Araz boyunca kalbim kan ağlıyor bu göz yaşında gel boyuna kurban ay vatan ol şu şayaylarını işte banadı sarı bilimi gözleri doldu kapkara meşesi saçıyordu gel boyuna kurban ay vatan ol şu şayaylarını sistem arandı farkı bilemem gözleri doldu tokanın meşesi saçılıyordu gel boyuna kurban ay vatan ol gel boyuna kurban ay vatan ol köyken sen gel ödemeyizdin gel boyuna kurban ay vatan ol şu şayaylarını işte banadı sarı bilimi gözleri doldu topkana meşesi saçıyordu gel boyuna kurban ay vatan ol şu şayaylarını sistem arandı farkı bilemem gözleri doldu topkana meşesi saçıyordu gel boyuna kurban ay vatan ol şayaylarına siz duman aldı
meşəsi saçını yoldu. Gəl boyuna qurban, gəl boyuna qurban ay vətən oğlu. Allaha çox şükürlər olsun ki, Emin kimi qeyrətli vətən oğullarımız uzun illər həsrətdə qalmış Azərbaycan torpaqlarını işğaldan azad etdi. Və bu zəfərə qələbə çalan Müzəffər Ali Baş Komandanımıza, başda Müzəffər Ali Baş Komandanımız olmaqla Azərbaycanın nizami ordusuna və Müzəffər Ali Baş Komandanın qaldırdığı dəmir yumruq altında həmrəy olan, bir olan xalqın sahəsində biz zəfər saldıq. Allah Taala zəfərlərimizi bol eləsin və biz Şəhidin TV kollektivi olaraq hər zaman söz vermişik ki, şəhid analarının, şəhid valideynlərinin və şəhid əllərinin yanında olacaq. Sağ olun, çox sağ olun, təşəkkür edirəm. Çox sağ olun Cavid bəy, təşəkkür edirik. Şəhid ailələrinin yanında olan hər bir kəsə təşəkkür edirik. Eləcə də bizim hər zaman öz yaradıcılığında və elə addımlarında, atdığı addımlarında, əməllərində bu şəhidlərimizi unutmayan, şəhid ailələrini unutmayan Babək Şuşalı buradadır. Mən alqışlarınızla Babək Şuşalını səhnəyə dəvət eləmək istəyirəm. Babək bəy də Vətən müharibəsindən sonra hər zaman öz yaradıcılığı ilə, öz fəaliyyəti ilə, öz atdığı addımlarla, əməllərlə hər zaman həm şəhidlərimizi unutmayıb, həm də şəhid ailələrimizi unutmayıb. Və bu baxımdan istəyirəm ki, biz Babək Şuşalı həm öz fikirlərini bildirsin, həm də bir yox, bir neçə mahnı ilə izləyicilərini salamlasın. Buyurun. Çox sağ ol, təşəkkür edirəm. Mən də salamlayıram hər kəsi. Bugün bizim baş tacımız, şəhidimiz, Eminimizin mövlududur. Allah məkanı cənnət eləsin və Eminimizin timsalında bütün şəhidlərimizin məkanı cənnət eləsin. Və hər birinizi salamlayıram, analarımızı, atalarımızı. Allah hər birinizi qorusun. İnşallah biz də, belə deyək də, borcumuzmu deyim, nətər deyim, ya o şəhid valideynlərinin, ailələrinin tədbirində belə deyək də, bir yaralarına məlhəm kimi deyək də, biz buna borc deməyək. Bizim onsuz söz yox, borcumuzdur. Bütün bu şəhid ailələrinin, şəhid məclislərində iştirak etmək hər bir, mən belə düşünürəm ki, Azərbaycan vətəndaşının borcudur. Və Allah Subhanahu taala çox gözəl bir söz deyir ki, şəhidlərə ölü deməyin, onlar diridirlər. Və onlar cənnət cavanların ağası İmam Hüseynə qonaqdılar. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, dövlətimizi, dövlətçiliyimizi, ordumuzu qorusun inşallah. Xahiş edirəm, bir ürəkdən bir özümüzü alqışlayaq. Allah hepinizi var etsin. Mən də bizim şəhidimiz Emin İsmailov üçün bir mahnı ifa eləmişəm. Sözləri Nailə xanım Şamil qızı, musiqisi mənim əziz dostum, qardaşım Ruslan Səfəroğluya məxsusdur. İnşallah ifa edeyim, siz də dinləyin. Sonra da bir qəşəng bir rəqs mahnısı ifa edəcəm, rəqs havası ifa edəcəm sizlər üçün. Hər birimiz bir də rəqs edək. En büyük arzuma kavuştum Allah, ölümün önünde gayretle durdum, yanımda canımda vətənə qurban deyerek ebedi gözünü yumdum.
Təbii ki, biz sizləri də unutmamışıq. Düzdür, hər zaman bu şəhid adı gələndə özümüzdən qərəzsiz, əgər qanımızdan Azərbaycanlı qanı axırsa, türk qanı axırsa, bu mümkün deyil ki, kövrəlməyək. Amma sizləri də nəzərə almışıq ki, biz inşallah bir şən bir mahnı deyirəm oxuyaq. Bizim bir gözəl nənələrimiz, babalarımız inşallah rəqs eləsinlər. Yavaş-yavaş tədbirimiz yekunlaşmaq üzrədir. Məlahət ana buyursun, bizim müəssisəmizin sakinləri üçün tortumuz var burada. Şəhid Eminin ehsanı olaraq. Kəsək qalır burada. Hamısı. Bir yerin kəsək olursa. Fikrimizi yekunlaşdıraq, sonra tortumuzu kəsək. Şəhid qəhrəman oğul, bu ömrün əzabından, danışmaq çox çətindir sənin axan qanından. Elə müqəddəsdir ki, şəhadətin zirvəsi, Emin İsmailovdur cəsarətin zirvəsi. Mən bütün şəhidlərimizə, cəsarətin zirvəsi olan, şəhidlik mərtəbəsinə ucalan bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların hər biri cəsarətin zirvəsidir. Çünki cəsarətli olmayan insan ölümün gözünə dik baxıb, özünü fəda edərək milyonlarla insanı xilas eləməz, torpaqları azad eləməz. Və bunun üçün bütün şəhid analarının əllərindən öpürəm, hər birinə təşəkkür edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Çox sağ olun. Sən belə qarşılamışdın. Cənnətdəki məmnunuzun mübarək olsun. Amin. Adalım. Kesinlikle adalım hocam. Her şey en güzel. Bir daha. Gözden. Yok, sil ben. Kes. Aşağılara cennet məqamları var. Allah səhv. Biz də adım. Hər dəmə səhət olsun.